əsli o əzəmətli insanı olduğu kimi tanıtdıra və tərif eləyə. Qeyd elədik ki, Peyğəmbər xanım Zəhraya fövqəladə dərəcədə ehtiram və hörmət eləyərdi. Hər zaman xanım Fatimə Zəhranı görəndə ayağa qalxıb ona təzim eləyərdi. Onun üzündən öpərdi, alnından öpərdi, ona əllərindən öpərdi, ona hörmət eləyərdi. Sanki Peyğəmbər Fatimə Zəhranın məqamını və Peyğəmbərə yaxınlığını dünyaya, bütün insanlara göstərmək istəyirdi. Çünki bilirdi ki, qarşıda nə imtihanlar var, hansı vəziyyət var və xanım Fatimə Zəhranın boynunda bir yük var. Ona görə Zəhranın kimliyini vaxtında tanıtdırırdı cəmaata.